Yaradılış 18-ci fəsil. İbrahimə oğlu olacağı barədə vəd verilməsi. Mamre palının yanında Rəbb İbrahimə göründü. Bu zaman o günün istisində çadırın girəcəyində oturmuşdu. O başını qaldırıb baxanda qarşısında 3 adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi: "Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə. İndi biraz su gətirərlər, ayaqlarınızı yuyub ağac altında dincələrsiniz. Mənsə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz." Onlar dedilər: "Dediyin kimi elə." İbrahim çadıra, Saranın yanına qaçıb dedi: "Tez ol, 3 şeyə narın un götürüb xəmir yoğur və kökə bişir." İbrahim malqarıya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə verdi. Nökər də onu hazırlamaq üçün tələsdi. İbrahim kəsmiyi, südü və hazırladığı buzovu götürüb onların qabağına qoydu. Özü isə ağacın altında onların yanında durdu. Onlar da yedilər. Sonra İbrahimə dedilər: "Arvadın Sara hardadır?" O dedi: "Burada çadırdadır." Onlardan biri dedi: "Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq." Sara onun arxasında çadırın girəcəyində durub qulaq asırdı. İbrahim və Sara qocalıb yaşa dolmuşdular. Sara aybaşıdan kəsilmişdi. O ürəyində gülüb dedi: "Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır." Rəbb İbrahimə dedi: "Sara nə üçün qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi?" deyib güldü. "Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq." Sara qorxduğu üçün gülmədim deyib inkar elədi. Amma Rəbb dedi: "Xeyr, güldün." O adamlar qalxıb oradan Sodoma tərəf baxdılar. İbrahim onları yola salmaq üçün onlarla birgə getdi. İbrahimin Sodom üçün yalvarması. O vaxt Rəbb dedi: "Mən eləyəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi? Həqiqətən İbrahimdən böyük və güclü bir millət törəyəcək. Onun vasitəsindən yer üzünün bütün millətləri xeyir-dua alacaq. Çünki mən onu seçdim ki, oğullarına və özündən sonraki nəslinə salih və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın." Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin. Rəbb yenə dedi: "Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdı. Buna görə də aşağı enib baxacağam ki, mənə çatan fəryadın doğru olub olmadığını bilim." Bu adamlar oradan dönüb Sodoma getdilər. Amma İbrahim hələ də Rəbbin önündə dururdu. İbrahim yaxın gəlib dedi: "Doğrudanmı sən Salihi də günahkarla birgə məhv eləyəcəksən? Əgər bu şəhərdə 50 nəfər salih adam olsa, sən yenə də oranı məhv eləyəcəksən? 50 nəfər salih adamın xatirinə bu yerə rəhm eləməyəcəksən? Axı sən bunu eləməzsən, salih adamı günahkarla birgə öldürməzsən. Salih adamın aqibətini günahkarınki kimi eləməzsən. Sən bunu eləməzsən. Bütün dünyanın hakimi belə ədalətsizlik eləməz." Rəbb dedi: "Əgər Sodom şəhərində 50 nəfər salih adam tapsam, onların xatirinə bütün bu yerə rəhm eləyəcəm." İbrahim cavab verdi: "Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm. 50 nəfərdən 5 nəfər az salih adam tapılsa, 5 nəfər əski olduğu üçün bütün şəhəri məhv eləyərsənmi?" Rəbb dedi: "Əgər orada 45 nəfəri tapsam, şəhəri dağıtmayacağam." İbrahim yenə onu dilə tutub dedi: "Əgər orada 40 nəfər tapılsa necə?" Rəbb dedi: "40 nəfərin də xatirinə bunu eləmərəm." İbrahim dedi: "Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin. Əgər orada 30 nəfər tapılsa necə?" Rəbb dedi: "Əgər orada 30 nəfər də tapılsa bunu eləmərəm." İbrahim dedi: "Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət eləyirəm. Orada 20 nəfər tapılsa necə?" Rəbb dedi: "20 nəfərin də xatirinə oranı məhv eləmərəm." İbrahim dedi: "Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam. Orada 10 nəfər tapılsa necə?" Rəbb dedi:
10 nəfərin də xatirinə oranı məhv eləmərəm. Rəb İbrahim ilə söhbətini bitirib getdi. İbrahim də öz yerinə qayıtdı.